Yeni konstitusiyanın mətnində müstəqillik bəyannaməsinə istinadlar olmamalıdır. Bu sözləri jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Əvvəllər dediyim kimi müstəqillik bəyannaməsinin mətnini oxuyanda görürük ki, orada deyilir ki, Ermənistanın müstəqil dövlətçiliyi ola bilməz. Bu mümkün deyil. Ona görə də deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində müstəqillik bəyannaməsinə istinad olmalıdır. Yeni konstitusiyanın mətnində müstəqillik bəyannaməsinə istinadlar olmamalıdır. Amma qərarı Ermənistan xalqı verir. Təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə argumentlər irəli sürürlər deyə Paşinyan bildirib və qeyd edək ki, Azərbaycanın sülh sazişi imzalamaq üçün tələblərindən biri də Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Çünki Ermənistan konstitusiyasının istinad etdiyi müstəqillik bəyannaməsində Azərbaycana və Azərbaycanın ərazilərinə iddialar var. Elə bu haqda danışırıq. Qonağım millət vəkili Sevinç Fətəliyevadır. Sevinç xanım, salam, xoş gəlmişsiniz. Salam, xoş gördük. Sevinç xanım, ötən gün Nikol Paşinyanın parlamentdə çıxışı oldu və bir sıra məqamlara toxunuldu. Əslində bizim sanki istədiyimiz cümlələr idi, amma fərqli formada. Nəticə etibarilə nə danışılmasından, necə emosional çıxış etməsindən asılı olmayaraq, necə düşünürsünüz? Nəhayətində Ermənistan bu bəyannaməni dəyişəcəkmi, yoxsa yenə vaxtı uzadır, ləngidir və yaxud da sağ göstərib soldurur? Əslində, son zamanlar biz həm Nikol Paşinyanın özünün, eyni zamanda ümumiyyətcə Ermənistan rəhbərliyin sülhə xidmət edən ifadələri eşidirik. Lakin mən düşünürəm ki, biz əgər biraz geriyə qayıtsaq, bundan öncə, yəni bir il bundan öncə baxmayaraq ki, Ermənistan Azərbaycana qarşı hansısa iddialar irəli sürürdü, sülh sazişinin imzalanmaması səbəblərini ortaya qoyurdu, ləngiməsinin səbəblərini ortaya qoyurdu. Lakin o zaman atəşkəsə nail olmuşduq və heç bir, belə deyək, təhribat sərhəd bölgəsində baş vermirdi, sakitçilik idi. Lakin indi biz nəyi görürük? Sərhəddə çox təəssüflər olsun ki, atışmalar çoxalıb və Ermənistan bu məsuliyyəti üzərinə götürmür və yenə müəyyən ittihamlarla çıxış eləyir. Lakin çıxışlarda, bəyanatlarda biz görürük ki, həm Nikol Paşinyan, həm Xarici İşlər Naziri artıq sülh sazişinin imzalanmasına hazır olduqlarını bəyan edirlər. Burada yenə də biz belə deyək, ikiyüzlülük, eyni zamanda iki mövqedən yanaşmasını görürük və ümumiyyətcə Paşinyanın aprelin 15-i parlamentə çıxışı zamanı səsləndirilən fikirlər əslində biz müsbət kimi qəbul edə bilərik. Lakin dərinə getsək, baxın o nə deyir? O deyir ki, bizim konstitusiyamızda konstitusiyanın dəyişilməsi Konstitusiya Məhkəməsinə aiddir. Konstitusiya Məhkəməsi isə öz növbəsində deyir ki, heç bir müddəalar Azərbaycan ərazi bütövlüyünə təsir edən məsələlər deyil və ümumiyyətcə dəyişməyə ehtiyacı yoxdur. Sanki məsuliyyəti öz üzərindən Konstitusiya Məhkəməsinə ötürür. Eyni zamanda Azərbaycan Konstitusiyasında Ermənistana qarşı müəyyən iddiaların olması yenə də ifadə olunur. ATƏT-in Minsk qrupu ilə bağlı, yəni bugün Azərbaycanın iki şərti var. Həm Konstitusiyanın dəyişməsi, həm ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı. ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı isə yenə də sanki razılıq verir və həmin gün həm sazişin imzalanması, həm ATƏT-in Minsk qrupunun buraxılması istiqamətində addımların atılmasını bəyan etməyə, yəni hazır olduğunu bəyan edirlər. Lakin digər tərəfdən isə Paşinyan söyləyir ki, ATƏT-in Minsk qrupunun mövcudluğu gələcəkdə Azərbaycanın hansısa ərazi iddiaların qarşısını ala bilər, Azərbaycanın müharibə arzusunu qarşısını ala bilər və sanki özlərini nədənsə bu Azərbaycan təhlükəsindən qorumaq niyyətindədirlər. Onu göstərir ki, yenə də ATƏT-in Minsk qrupu mövcudluğu bugün Ermənistana lazımdır. Və burada yenə də bir riyakarlıq müşahidə edə bilərik. Yəni, əgər həqiqətən də Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirmək hazırdırsa və bunu yerinə yetirəcəksə, indi eləsin. Niyə nəyisə gözləmək lazımdır? Niyə yenə də hansısa bəyanatlar, nəyisə belə deyək, ikinci məna daşıyan ifadələr istifadə etmək lazımdır? Açıq-aşkar bir mənalı olaraq bəyan etmək lazımdır ki,
konstitusiya dəyişikliklər olunacaq. Yəni burada konstitusiyada olub-olmaması, Azərbaycana qarşı ərazi iddiaların olub-olmaması bu müzakirə mövzusu deyil. Bunlar var. Bu təsdiqlənib, bu deməli müstəqillik bəyannaməsində öz əksini tapır. Bunların hamısını dəyişmək lazımdır və real addım atmaq lazımdır. Yəni sadəcə bəyanatlarla kifayətlənmək olmaz. Sevgi xanım, Ararat Mirzayan müsahibə vermişdi Antalya Diplomatiya Forumunda və vurğulamışdı ki, biz Azərbaycanla sülh müqaviləsi imzaladığımız gün ATƏT Minsk qrupunun ləğvi haqqında da sənədi imzalaya bilərik. Nəzərə alsaq ki, bu Azərbaycanın şərtlərindən biridir. Bu nə dərəcədə mümkündür? Əslində mümkündür, amma məsələ ondadır ki, Ermənistan artıq neçə illərdir ki, yəni təkcə Azərbaycana yox, bütün dünyaya sübut edib ki, biz onların sözünə inana bilmərik. Bizə real addım, real sənəd lazımdır. Yəni hansısa sülh sazişinin imzalanması, işlək saziş əvəzinə hansısa yenə də kağız parçası olması bizə lazım deyil. Bizə lazımdır ki, bugün Ermənistan öz üzərinə bu məsuliyyəti götürsün. O məsuliyyət ondan ibarətdir ki, gələcəkdə yenə də Azərbaycana qarşı ərazi iddiaları olmaması, Azərbaycana qarşı heç bir hərbi provokasiyalar baş verməsin. Lakin yenə də biz reallığa baxsaq, yəni bu bəyanatları kənara qoysaq, Ermənistandakı vəziyyət. Bugün Ermənistan hərbi büdcəsini artırır. Bugün Ermənistana Fransadan, Hindistandan silah sursatı təmin olunur. Həm də hücum silahları. Hücum silahları təmin olunur. Eyni zamanda bugün yenə də Ermənistanda revanşist qüvvələrin mövcud olması və düşünürəm ki, burada Cənab Prezidentin ADA Universitetində səsləndirdiyi fikirləri stat gətirmək lazımdır. Çünki bugün Ermənistanda revanşistləri iki qrupa bölmək olar. Cənab Prezident elə söyləmişdi. Biri köhnədən qalan, yəni keçmişdə hakimiyyətdə olan Qarabağın işğalını təşkil edən qüvvələrdir və bugün onların belə də mövqeləri dəyişmədən qalır. Eyni zamanda bugün hakimiyyətdə olan qüvvələr Paşinyanın özü yenə də Qarabağ mövzusunu manipulyasiya edərək, yenə də biz keçmişə qayıtsaq, müəyyən vədlər verərək ki, biz Qarabağa qayıdacağıq və ümumiyyətlə bu insan, bu belə deyək, ölkə başçısı vaxtıyla Qarabağ Ermənistandır ifadəsini söyləyib. Deməli, bunların içərisində də müəyyən revanşist ideyalar var. Çünki Qarabağ məsələsi Ermənistanda hakimiyyət üçün, belə deyək, gündəmdə qalmaq üçün, reytingini artırmaq üçün bir belə deyək alətdir. Baxmayaraq ki, bugün Ermənistanın həm iqtisadi nöqteyi nəzərdən, həm sosial nöqteyi nəzərdən müəyyən problemlər yaşanır və iqtidarla müxalifət arasında müəyyən gərginlik var. Yəni vəziyyət o qədər də sabit deyil. Və burada hansısa belə deyək alətlərdən istifadə edərək cəmiyyətə müəyyən mesajlar göndərərək, cəmiyyətə müəyyən belə deyək görüntü yaratmaq üçün yenə də Qarabağ mövzusu gündəmdə qalır. Halbuki Paşinyan özü demişdi ki, biz Qarabağ səhifəsini artıq keçməliyik, yenidən tariximizi yazırıq və Qarabağ mövzusu artıq müzakirə mövzusu deyil. Lakin yenə də onlar həmin mövzuya qayıdır. Baxmayaraq ki, bir qədər onu üstü örtülü deyirlər. Bu Paşinyanın elə parlamentdə çıxışın özü. Yəni biz hazırıq, Azərbaycanın şərtlərini yerinə yetiririk, amma bu şərtlər yerinə yetirməyə ehtiyac yoxdur, çünki müəyyən səbəblər gətirir. Və burada onu da qeyd etmək lazımdır ki, elə bir təəssürat yaranır ki, sanki Qarabağ məsələsi 30 illik məsələ deyil. Sanki 2020-ci ildən sonra müəyyən məsələlər baş verəndən sonra, 44 günlük müharibədən sonra Azərbaycanla münasibətlərin qurulmasında Azərbaycan tərəfindən müəyyən mərhələdə yeni tələblər ortaya çıxır. Lakin bizim heç bir yeni tələblərimiz olmayıb. Bizim tələblərimiz 2020-ci ildə necə var idi, elə də qalır. O ki, qaldı biz müəyyən, belə deyək, ümidlər bəsləyirdik ki, 2020-ci ildə 3 tərəfli bəyannamə imzalanandan sonra Ermənistan özü bizim ərazilərimizdən çəkilməli idi. Onlar onu eləmədi və biz məcbur olduq 2023-cü ildə suverenliyimizi tam bərpa etmək üçün yenə də antiterror tədbirləri görək və suverenliyimizi, ərazi bütövlüyümüzü tam bərpa edək. Bu onu göstərir ki, yenə də biz Ermənistanda səsləndirdik
səslənən fikirlərə inanmamalıyıq. Çünki bizə indi Paşinyan da konkret addımlar atmaq lazımdır. Konkret addımlar atandan sonra sənədləri imzalamaq lazımdır. Yəni burada bu zəncirvari belə deyək, bir-birinə bağlı bir məsələlərdir. Çünki sənəd imzalamaq olar, lakin bu sənədin sabah hakimiyyət dəyişsə, sabah hansısa dəyişikliklər baş versə, Ermənistanda deyəcəklər ki, bu sənəd qüvvəyə minə bilməz, biz bunu icra edə bilmərik və yenidən bu revanşist ideyalar ortaya çıxaraq Azərbaycana qarşı siyasət aparılaraq artıq rəsmi olaraq başlayacaq. Ona görə bizə təminat lazımdır, bizə zəmanət lazımdır ki, biz real addımları görməliyik. Sevinç xanım, bugün Tiflisdə Ermənistan, Gürcüstan və Azərbaycan Xarici İşlər Nazirlərinin müavinlərinin regional əməkdaşlıq üzrə danışıqları keçiriləcək və daha əvvəldə Gürcüstan bəyan etmişdi ki, sülh sazişinin imzalanması üçün Tiflisi, Gürcüstanı bir platforma olaraq təklif edə bilər Ermənistan və Azərbaycana. Nə dərəcədə mümkündür bu və yaxud da xatırlayırsınızsa Prezident İlham Əliyevin bir cümləsi var idi ki, yaxşı olar ki, Gürcüstan proseslərin içərisində olsun, nəinki dünyanın başqa bir yerində yerləşən ölkələr bu prosesə müdaxilə etsin. Əslində Mirzayanın Antalyada çıxışında da bu öz əksini tapmışdı ki, biz hər hansı bir məkanda, üçüncü yerdə ya sərhəddə sazişi imzalaya bilərik. Məsələ harada imzalamaqda deyil. Məsələ yenə də bu sazişin imzalaması üçün hazır olmaq və tam belə deyək, səmimi olmaqdır. Amma Gürcüstanın roluna gəldikcə, dünən Gürcüstanın prezidentin səfəri sona çatdı Azərbaycana və bir daha iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyədə olması, həm siyasi məsələlərdə, həm iqtisadi məsələlərdə, yəni bir amala məqsədə xidmət etdiyimizi bir daha ölkə başçıları bəyan etdilər. Bu onu göstərir ki, bizim dəyərlərimiz eynidir, bizim mövqelərimiz eynidir və bugün Cənubi Qafqazın inkişafı və üç ölkə arasında və ümumiyyətlə region çərçivəsində əməkdaşlığın sıx olması və münasibətlərin yüksək səviyyədə qurulması bugün həm Gürcüstan üçün, həm Azərbaycan üçün önəmlidir və bizim maraq dairəmizdədir. Bugün yəni yenə də üç tərəfli görüş Xarici İşlər Nazirliyi səviyyəsində keçirilir və düşünürəm ki, bu yenə də regionumuzun möhkəm olması üçün növbəti bir addım ola bilər. Çünki bilirsiniz ki, Ermənistan bu regional məsələlərdən bir qədər çəkinir. Bugün Azərbaycan əgər 3+3 formatını təklif edirsə, Ermənistan bu formatdan imtina edir və bu formatda iştirak etmək niyyətində deyil. Lakin cənab prezident artıq neçə dəfə bəyan edib və düşünürəm ki, bizim siyasətimiz həm daxili, həm xarici siyasətimiz onun üzərində qurulub ki, bugün heç bir başqa ölkələrin Azərbaycana və ümumiyyətlə regiona müdaxilə etməsinin qarşısını almalıyıq. Çünki regionun dövlətləri özləri bilir, özləri üçün nə lazımdır, hansı inkişaf yolunu keçməliyik, hansı istiqamətdə biz birgə addımlamalıyıq. Yəni, bu ölkələrdən başqa bunu yaxşı heç kim bilməz. Və ona görə məhz regional əməkdaşlığa çox böyük qiymət verilir, dəyər verilir və düşünürəm ki, bu görüş yenə də bir addım irəli regionumuzu aparacaq. O ki, qaldı Gürcüstana, düşünürəm ki, yenə də Gürcüstan ölkələrdəndir ki, həm Ermənistanın, həm Azərbaycanın mövqeyini bilir, yaxından bilir və həm ümumiyyətcə bu prosesləri, həm Azərbaycanda gedən, Ermənistanda gedən prosesləri, Azərbaycan-Ermənistan münasibətlərdə bütün mərhələlərdə yəni yaxından iştirak edən, yaxından izləyən bir dövlət olaraq və burada biz yenə də hansısa digər maraqları görə bilmərik. Əgər bu Fransa olsaydı, hansısa bir başqa dövlət olsaydı, biz artıq başa düşürük ki, bunların şəxsi maraqları var. Bunlar hansısa bir formada regiona müdaxilə edərək öz maraqlarını yerinə yetirmək istəyirlər. Lakin Gürcüstanla bağlı düşünürəm ki, bu cür fikirlər təbii ki, mövcud deyil. Çünki biz bilirik ki, münasibətlər həm səmimidir, həm münasibətlər kifayət qədər dərindir və ölkələrin arasında olan münasibətlər, ölkələrdə gedən prosesləri Gürcüstan tərəfi çox yaxşı anlayır.
Sevinç xanım, yəqin ki, bu məqamda bir digər mövzuya da toxunmalıyıq. Çünki biz şərtlərdən, Ermənistanın qarşısında duran məqamlardan danışırıq. Bilirsiniz ki, aprelin 19-da Azərbaycana Qazağın 4 kəndinin təhvil verilməsinin il dönümü olacaq. Artıq bir ildir ki, Bağanisayram, Aşağı Əskipara, Qızılacılı və Xeyrımlı bizdədir. Azərbaycan bayrağı dalğalanır o ərazilərdə. Amma bizim eksklavda olan ərazilərimiz də var, 3 kəndimiz də var ki, Yuxarı Əskipara, Ortaya Voskeparı salıblar, meşə ərazisi ki, orada Sofulu Bərxudarlığını salıblar və Ermənistan mediasında gedən məlumatlara əsasən hazırda elə ermənilərin özləri o eksklavda qalan, işğalda qalan 3 kənddə mina təmizləmə əməliyyatları həyata keçirirlər və orduya tapşırılıb ki, geri çəkilsinlər. Yaxın günlərdə Azərbaycana təhvil veriləcək. Bax, bu proses də reallaşsa, biz daha konkret addımları Ermənistan tərəfindən atıldığına şahidlik edə bilərikmi? Yoxsa bu da bir oyunun bir parçasıdır? Çünki o qədər proseslər baş verir ki, hadisələrə insan səmimi sanki yanaşa bilmir. Tamamilə razıyam sizlə, çünki biz Ermənistanın yenə də biz düşünürəm ki, biz o vaxta qədər ki biz real nəticəni görməsək, real addımı görməsək, heç nə inanmaq və ümid bəsləmək lazım deyil. Əslində ümid də yoxdur arada, çünki bunu cənab prezident də öz çıxışında bu yaxınlarda söylədi ki, biz sülh sazişinin imzalanması və bizim üçün təbii ki, çox önəmlidir. Lakin yenə də sənədin imzalanması naminə imzalanmaq lazım deyil. Biz real addımlar görürük və biz həqiqətən nəticəyə yönəldilmiş bir, belə deyək, prosesin içindəyik. Yəni, Azərbaycan tərəfi olaraq. Ermənistan isə indi minadan təmizləyirlər, ola bilsin, yenə də silahlı qüvvələr geriyə çəkilir. Lakin bu, hətta bu heç nəyə göstərmir. Və niyə bu ərazinin üzərində dayanıram? Çünki delimitasiya da oradan başlayıb. Kifayət qədər strateji və bizim üçün də əhəmiyyətli bir ərazidir. Bəli, amma yenə də bu Ermənistandır və biz Ermənistandan hər şeyi gözləyə bilərik. Ona görə mən düşünürəm ki, biz real addımları, real nəticələri görmədən heç bir, belə deyək, qarşıda hansısa, belə deyək, ümidlərin, hansısa pozitiv məsələlərin görməsini mən düşünürəm ki, biraz uzaq olmalıyıq. Çünki yenə də biz dəfələrlə bunun şahidi olmuşuq ki, Ermənistan nəyəsə hazır olduğunu bəyan edir, lakin yəni hansısa danışıqlar səviyyəsində, istər ölkə başçıları, istər Xarici İşlər Nazirliyi səviyyəsində, lakin geriyə dönüb, Ermənistana dönüb hansısa başqa açıqlamalar verir və yenə də müəyyən imitasiya formasında oyunlar baş verir. Biz bunu görmüşük, baş nazir bir istiqamətdə fikirləri səsləndirir, Xarici İşlər Nazirliyi başqa istiqamətdə, yəni burada müxtəlif ssenariyalar var, lakin yenə də müsbət hal odur ki, artıq tendensiya ona gedir, ona doğru gedir ki, bugün Ermənistan rəhbərliyi bir nöqteyi nəzərdən çıxış edirlər və artıq sülh sazişinin imzalanması üçün hazır olduqlarını bəyan edirlər. Yəni, yəqin ki, bir qədər vaxt keçəndən sonra yenə də Azərbaycanın tələblərini yerinə yetirmək üçün bu təkcə Azərbaycan üçün lazım deyil, bu Ermənistanın özü üçün lazımdır. Biz burada bayaq da səsləndirdim. Düşünürəm ki, Gürcüstanın prezidentin Azərbaycana səfəri onun bariz nümunəsidir. Bugün regionun inkişafında 3 dövlət iştirak etməlidir və Ermənistan bu proseslərdə öz maraqları naminə iştirak etməlidir. Və düşünürəm ki, bu anlayış hələ ki Ermənistan cəmiyyətində, Ermənistan rəhbərliyində tam formalaşmayana qədər biz real nəticələri görə bilməyəcəyik. Sevinç xanım, Gürcüstanın biz Azərbaycan nümunəsindən istifadə etdiyini gördük. Yəni, müstəqil siyasəti seçməsini gördük və həm Gürcüstan, həm Azərbaycan Cənubi Qafqazda Cənubi Qafqazın rifahı üçün, inkişafı üçün xidmət etdiklərini də biz görürük. Bunun bariz sübutu ticari əlaqələr, iqtisadi əlaqələr, nəqliyyat dəhlizləri və s. Bu prosesdən Ermənistan kənarda qalıb və xatırlayırsınızsa Prezident İlham Əliyev elə adadakı forumda vurğulamışdı ki, Gürcüstandan keçir bütün yollar. Ermənistan da bunun bir parçası ola bilər, amma özünü kənarda saxlayıb havadar gətirir əraziyə, müdaxilələr və s. Necə düşünürsünüz? Bu qədər konkret addımlar atıldığı halda yenidən Avropanın bəzi ölkələrinin, konkret desək, havadarların müdaxiləsi ola bilərmi?
Əslində yenə də düzgün vurğulayırsınız ki, cənab prezident öz çıxışında deyib ki, hər şey artıq yəni mövcuddur, hazırdır və sadəcə Ermənistanın mövqeyinin dəyişməsi, Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması, yəni real olaraq kağızda, hansı sözlərdə yox, real normallaşması onu gəlib çıxarda bilər ki, Ermənistan da Gürcüstan, Azərbaycanla birgə, daha sonra Türkiyə ilə birgə müəyyən layihələrdə iştirak edən, bu yenə də Ermənistan üçün faydalıdır. Bir məsələni də qeyd edeyim, bugün Ermənistanın bu sülh sazişin məsələsi bu qədər gündəmdə olması, bu qədər çox müzakirə olunması bir tərəfdən də Türkiyəyə də bağlıdır. Çünki Ermənistanın Ankara ilə münasibətlərin normallaşması da çox zəruridir və sanki elə bir təəssürat yaradır ki, Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşması avtomatik olaraq Azərbaycan bütün, belə deyək, Ermənistanın irəli sürdüyü təklifləri və onların mövqeyini qəbul edəcək. Lakin bu elə deyil. Biz bilirik Türkiyənin mövqeyini nə vaxta qədər Azərbaycan-Ermənistan arasında, Ermənistan-Azərbaycanın şərtlərini yerinə yetirilməyə qədər və sülh sazişini imzalanmaya qədər təbii ki, Ermənistan-Türkiyə münasibətlərində bərpasından, yəni sərhədlərin açılmasından burada söhbət gedə bilməz. Və digər məsələ isə ondan ibarətdir ki, düşünürəm, Ermənistan alışmayıb müstəqil siyasətə, alışmayıb ki, müstəqil olsun, öz qərarlarını özü versin və biz yəni uzun illər boyu Ermənistanın kiminsə himayədarlığı altında öz həm daxili, həm xarici siyasətini aparıb və biz Ermənistanda müstəqil, Ermənistan xalqını, Ermənistanın gələcəyini düşünən bir rəhbərlik görməmişik və çox təəssüflər olsun ki, bugün də Ermənistanın rəhbərliyində olan Nikol Paşinyan əgər bir müddət Rusiya ilə sıx əməkdaşlıq edərək indi Avropa İttifaqına üz tutub, Avropa İttifaqı üzvü olmaq niyyətindədir və bu da bir, düşünürəm ki, bir tərəfdən gülünc bir vəziyyətdir. Çünki artıq Ermənistanın hansı istiqamətdə inkişaf etməsi, hansı, belə deyək, hansı istiqamətdə belə deyək dəstəyin göstərilməsi, hansı yolu seçməsi bu Ermənistan üçün də artıq bəlli deyil. Çünki həm yəni Avropa ilə, həm Rusiya ilə münasibətləri saxlamaq və iki istiqamətdə inkişaf etmək mövcud vəziyyətdə mümkün deyil. Sevinç xanım, çox sağ olun. Təşəkkür edirəm. Vaxt ayırdınız və suallarımızı cavablandırdınız. Studiyamıza gəldiyiniz üçün də təşəkkür edirəm və vurğulayım ki, hazırda studiyada qonağım millət vəkili Sevinç Fətəliyeva idi və biz onunla birlikdə Nikol Paşinyanın parlamentdə etdiyi açıqlamalardan, toxunduğu mövzulardan danışdıq və elə yeri gəlmişkən gerblərlə bağlı hissədə də Türkiyəyə də iddiaları var. Türkiyə Azərbaycanla bağlı olan münasibətlərə Nikol Paşinyan çox vaxt ayıraraq belə geniş açıqlamalar vermişdi. Nəticə itibarilə gözləyib görməliyik ki, necə irəliləyəcək hadisələr. Çünki Ermənistanın təəssüflər olsun ki, sözünə inanmaq olmaz.